Bu şəkil Ərəbistana gedən Trump'ın yadındadırmı? O vaxt mən deyirdim ki, İran bölgələri, Ərəbistan bölgələri qarışacaq, böyük ölümlər gətirəcək Trump. Sülh gətirmək adıyla getmişdi o. Və bir də bu şəkil. Hava ofisində görün. İndi bu şəkildə görəndə zəlzələlərin olacağından tam əmin oldum. Mən həmişə zəlzələ proqramı deyirdim sizə ki, zəlzələlər başlayacaq, çoxalacaq, hadisələr gətirəcək deyə dünya üzərində masonlar. Və bu radiasiya başlayacaq deyə oksigen yönlü bombaların partlatması, onun nəfəs biz udaraq yavaş-yavaş daxilindəki xəstəlikləri daha çox təkan verməsi, bir də hərbi avadanlıqları ilə daha böyük zəlzələlərin gətirəcəyinə və bu ikinci şəkil Trump'ın paylaşanda tam əmin oldu. Trump'a arxadakı güclər deyir ki, sən nənəm, hadi Trump, ölümlərə doğru. Görəcəksiniz, olmasın, amma mən bu şəkildən bu cür əmin oldum. Yəni bu şəkil bunu mənə izah elədi. Mən bir şeyə baxanda hisslər alaraq deyən adamam, hiss edən adamam. Mənim hisslər keçən şəkil onu göstərmişdi. Bu şəkildə bu daha böyük ölümlərin, zəlzələlərin dünya üçün gətirəcəyini və partladacaq olan bombalardan otduğu nəfəsi yolu ilə böyük xəstəliklərin daha qaldıracağını. Son bu 5 ildə dünyada milyardan da çox, milyarca, milyonlarla insan ölüm olayların Trump'ın əli ilə gətirən bir start verdiyini o şəkil mənə sübut elədi. Hansı şəkil? Baxın, təkrar edirəm. Buyurun, bu şəkil. Altındakı şəkil. Yuxarıdakı şəkil Ərəbistandakı idi. O vaxtında məni paylaşım eləyəndə hər kəs nığ-mığ eləyirdi. Bu şəkil mənə əmin elədi ki, büyük zəlzələlər dünyanın bir çox yerlərində. Onlara nə var ki, insan azaltmaq təbşiriği verib və onu da eləyəcəklər. İnsan azaltmağında təbii fəlakətlər, böyük sellər olacaq. Çox böyük sellər, suların aşmaları filanı. Partladığı oksigen yönlü bombalardan aldığı, sızdığı radiasiya, o bu kimyanın radiasiya dediği şey oksigen yönlü şeylərdən aldığı nəfəsdən daha böyük bədəndəki xəstəliklərə təkan vermək. Bir də böyük zəlzələlər. Sonra olandan sonra deməyin ki, biz də bunu bilirdik. Mən 2012-ci, 13-cü illərdən bugünü deyəndə mənə və bu deyənlərə inanmayan insanlar idiniz siz. Mən sizə bunlar üçün, sizlər üçün deyirəm. Çünki işıqda nə olacağını bilən, qaranlıqda nə olacağını bilən insanlar var. Işıq olan yerdə bilsə ki, qaranlıq gələcək, ona tədarük görəcəksiniz ki, işıq sönsə necə eləyək. Mən də kimlərə ki maraqlıdır onlar üçün deyirəm. Allah sizləri qorusun. Baş verəcək, bu hər kəs İran məsələsi ilə baş qarışan vaxtında baş verəcək daha böyük təbii fəlakətlər ki olacaq. Onlardan tüm dünyanı və bizi qorusun ya Allah. Bir xəbərdarlıqdır çünki mənim dişim budur. İnciməyin, sağ olun.